əsli budur, amma bizim ölkədə budur və yaxud bir çox dünyada yaşayır, bir çox hallarda budur da. Yəni, lider olmaq üçün filan xüsusiyyətlər lazımdır, amma əksər liderlər Azərbaycanda burada yəni, burada görmüşəm, o xüsusiyyətlərə malik deyil, tam başqa cürdür. Bildim. Olması gerçək başqadır. O toksik ortamdır. Orada lider, orada demagogdur artıq, o lider deyil. Yəni. Bunun üçün yəni, ona layiq deyil, amma o polisidir. Bəli. Bunun üçün də digər həyatda yaşamda, bunun üçün digər sahələrdə də layiq olmayan, haqq olmayan Bəli. Bir çox insanlar, bir çox Xoşəmsiz. Misal üçün, çox düşünən, çox yazarlar, İngilizcə burada kitab yazıb, kimlərə sərbəst yolu yaşayın, daha rahat olacaq, xırdalıqlarına görə hər bir şeyləri yazıb, kimlərə sürtmüş, müəllimlər deyək, misal üçün. Müəllimlər şübhədən insanlara. Kimlərsə nələrsə öyrədir, amma həmin insanlar o öyrənilmiş şeyi zəhmətli seçimdən hazır bir paket çəkimdə alır. Adam illər ərzində, illər çəkib, öyrənib, atalar sözləri misal. Bəli, bəli. Atamız bunları öyrənildən öyrənib, biz onu bir şey ərzində cümləçi onu götürürük. Bəli. Bu məncə haqsızlıqdır. Bu barədə sizin fikrinizi öyrənmək istəyirəm. Aha. Eyni də bunu yönləndirmək olar. Misal üçün, bu dəqiqə çox oxuyanlar, çox işləyənlər, çox əzə çəkənlər daha az qazanır. Nəinki heç bir şey etmədən sadəcə yeni çıxmış şeylərin qoşullarını dolduran insanlar daha çox qazanır. Məsələn, sosial media olsun, nə deyim, havaydan pul qazananlar da, TikTok'da məsəl üçün, o nəşirətdir, biri çıxı söyləyir, daha çox qazanır. Adam 5 nələrdir, havaydan pul gəlir. Havaydan pul verənlərdə zaten havaydan qazananlar bütün havaydan pul verir. Zəhmət çəkən insan o qədər pulu havaydan xərcləməz ki, mən bir düşünürəm. Çünki məndə də olmuş şey, havaydan girəndə havaydan getir. Bu barədə sizin fikrinizi öyrənmək istəyirəm ki, nə düşünürsünüz bu barədə? Yəni, əməliyyətsizdir, mən də düşünürəm. Burada əslində 3 mövzuya toxundunuz. Birinci odur ki, bəli, bir dənə toparlayıram, 3 mövzuya toxundunuz. Birinci odur ki, kitabda yazılan liderlik və Azərbaycandakı reallıqlar, şirkətdə ortam kimi lider təyin edirlər. Tamamilə layiq olmayan bir insan lider pozisiyasındadır və gedirsən, görsən ki, mənim öyrəndiyim heç biri burada keçmir. Bu. İkincisi, dediniz ki, bu tiktokerlər ki, bəzi adamlar bu həyatda rahat pul qazanır və əziyyət çəkmədən. Onun simasında havaydan çox illər, Azərbaycanda var ki, bir çox illər var ki, hələ özünüz bilirsiniz, Qarabağ yollarına çox qazanırlar, amma digər əziyyət çəkirlər daha çox əziyyət çəkir. Bir növ ədalətsizlik yanıdır. O layiq, bir çox insan layiq olmadandır, həyatı yaşayır, mən belə düşünürəm. Amma digərləri yox. Burada gözlərimin içinə baxanda bir şey yadıma düşdü. Birazdan soruşacağım. Bir sualım var sənə. Hansı təzad, bir də təzad yaranır. Yəni, doğru getmir. Doğru gedənlər var ki, bu adama daha çox məsəl qazanır, digərlər məsəl qazanır. Onlar heç onlar ki, və onları olmayanlara deyirəm. Üçüncü nə bilmişdir? Sən mənə de. Cüpləyirsən sonra gözləyəcək ki, Pərviz yığıb yığışdırsın idi bunların hamısını. Bir də yəni. Yox, nə demişdin, hə? Yadından çıxdı deyil. Çünki fikirlər biraz qarmaşırdı, hər bir tərəfdə də onları toparlamaq biraz yazıram, düzdür. Bunu yazanda belə fikirlər fərqli yerlərdə çıxar. Bir də ölkəni hamısını zəhmətsiz əziyyətsiz qazananlar var, kesin qazanmayanlar var. Bu barədə. Tamam. Birincisi, toksik mühitlər baxımından və liderlik baxımından. Birincisi, gəldin heyətə, görürsən ki, bu heyətdə daha böyük işlər görmək olardı. Amma o heyətə layiq olmayan bir adamı qoyublar, rəhbər vəzifəyə. Onun bir menecerlik bacarığı da yoxdur, liderlik bacarığı da yoxdur. Amma vəzifədəki odur. Bunu anlayırsa ki, mənim qismətim bu iş, bu ortam, başımdakı adam budur, eyb yox. Yəni, edəcək bir şey yoxdur. Və o komandaya qarşı yaxşı bir lider olmasa belə, yuxarının istədiklərini verir falan, nə eləyirsə, yuxarını razı salır. Düzdür, yuxarı istəyirlər ki, elə bu adam burada otursun. Ya da ki, tanışlıq varsa, kimisə xətrinə deyirlər ki, bu adam burada otursun. Düzdür. Belə anda nə etmək lazımdır? Sən özün başını aşağı salıb öz işini görmək lazımdır.
və ortalıqda bir liderlik boşluğu da olduğu üçün ki, o öz bir lider kimi öz işini görmür, düzdürmü? Sən inisiativi alıb yeri gələndə lider kimi davranmalısan işlərin xətrinə. Tamam, amma bir dənə məsələ var. Onun o egosunu qıdıqlamadan. Nə mənada? O fərqinə varmamalı. Çünki o birdən ayılıb görəcək ki, bütün hamı səni görür burada rəhbər kimi. O anda sənin başın getdi yəni. O nə edib səni uzaqlaşdıracaq, başın ağrıyacaq yəni. Tamam mı? Yəni ehtiyat addımlarla sən elə eləməsin ki, öz işin getsin və komanda ilə elə münasibətə getsin və komandada görəndə ki, sən işini görən nümunəvi adamsənsə, avtomatik onlar sənə lider kimi baxacaqlar. Amma bunu elə eləməlisən ki, şiş kebab yanmasın. Tamam mı? İkincisi, orada bir qəbullanma hissəsi var yəni. Qəbullanmalısan ki, şirkət budur, buradakı adam budur. Ya müəyyən bir müddət gözləməlisən ki, o adam xeyirlisi ilə getsin başqa bir vəzifəyə və ya özünü batırsın, axıra əvvəl elələr, bəzən özlərini batırırlar, yəni axıra əvvəl özləri çıxıb gedir. O müəyyən o etapı səbr etməyi bacarmaq lazımdır. Hə, o dövrdə sən danışsan, sən pis olacaqsan, yəni. Tamam mı? Bir dənə özünü sıxıbsan, öz işini görürsən və onun hər qıcıqlığına sadəcə səbr edirsən, o etap bitsin, yəni. Tamam. Amma görsən ki, burada artıq kök atıb, sistem budur, mühit toksikdirsə, mənim tövsiyəm oradan ayrılmaq ki, bir çox Azərbaycanı istəmir olduğu şirkətdən ayrılsın, yəni. Buna üzülürəm, yəni. Əlbət ki, bir başqa bir ortam var, yəni. Sən özünü bu ortamda tükətməyə məcbur deyilsən, yəni. Tamam. Və ya sən bu ortamda da görürsən ki, burada sistem nə üzərinə qurulub? Yaltaqlıq üzərinə, sistem yalancı informasiyalar vermə üzərinə qurulub, sistem hər şey olduğu kimi yox, rəhbərə xoş görünəcək səviyyədə göstərmək kimi qurulub. Bütün bu şeylərin içində səndən istəyirlər ki, sən də dönüb bunlardan biri olasan, düzdür? Və ya sənə deyirlər ki, sən səhvsən, biz düzük, düzdür? Sən qoymamalısan ki, bu zəhər sənin canıva işləsin. Yəni, sən də dönüb onlardan biri olasan. Ən böyük təhlükə odur ki, sən də dönüb bir müddət sonra onlardan birinə çevrilirsən, yəni. Tamam. Mən Azərbaycanda mühit görmüşəm ki, işçilər öz aralarında az qala əlbayaxı olurlar ki, bugün müdürün ayaqqabısını mən təmizləyəcəm, parıldadacam. Hə, belə mühit də var Azərbaycanda. Tamam mı? Oradan tut, təsəvvür edin, sən dibi dedim də, yəni. Haralara kimi, yəni o yaltaqlıq, rəhbərə qarşı bir pozisiyada alqışlamaq bu var. Yəni bu bilirik yəni. Bəzən də öz sözünü deyən, öz işini görən bəzi işçi var ki, yəni işini mükəmməl görür, amma mən yaltaq deyiləm də. Yəni mən meneceri gəlib hər dəqiqə, necəsiz, sizə nə lazım, nə edə bilərəm falan eləməyə bacarmıram. Özümü də daxil edirəm. Yəni tamam. Elə olanda məsələn mən öz həyatımda menecerimdən bu var. 6 aydan bir menecerlə işçi görüşü olur, təkə-tək, işlərin gedişatını. Mən orada açıq şəkildə meneceri demişəm ki, bax, mən səni şəxsən, şəxsiyyətini və həm şəxsi keyfiyyətləri, həm də menecerlik qabiliyyətini çox bəyənirəm. Bunu demişəm ona, çox bəyənirəm və mənim üçün də səndən çox şey nümunə götürürəm. Amma bir şey bilmək istəyirəm ki, mən introvert adamam. Mən gəlib belə hər dəqiqə oradan-buradan danışmağı bacarmıram. Buna görə məni üzürlü say. Sanma ki, sənə qarşı içimdə bir soyuqluq var və nəysə, hər şey əladır. Sadəcə məndə o yoxdur. Mən gəlib hər dəqiqə bunu mən öz menecerimlə aydınlaşdırmışam. Tamam? Çünki menecer işə gələndə o birlər az qala onun ağzının içinə girirlər. Mən bunu bacarmıram da, yəni bacarmıram. Və bunu o ən qəşəng yox. Amma bilmirəm, bu səndə də alınmaz sözü, o elə bir ortamda alınar yoxsa, mən bunu ona, o da deyib ki, Pərvüz, narahat olma. Sən işimi gör, mən razıyam hər tərəfli. Rəsmi deyil, bizdən hamı bir-birinə. Hə. Yəni mən işdən sonra menecerlə oturub qəlyan çəkə bilmirəm. Bu mənlik deyil. Yəni mənim kitabımda belə şeylər yoxdur. Ona görə də o şeyləri mən açıq ona demişəm ki, bil ki, mən sənə çox hər şey yaxşıdır mən tərəfdə, amma bacarmıram da. Yəni bunu açıq deməyi mən misal götürə bilərəm. Soluşunu bunda görə açıq danışmağa. İndi gələk digər məsələyə. Sən dedin ki, bugün bəzi adamlar TikTokda havayı pul qazanırlar. Əgər bunun kimi də, yəni, tamam mı? Sual verim, yaxşı. Sən... Aha. O danışını sizlər etmişdiniz. Danışımız da oldu ki, mentor görüşlərini xatırlayacaqsınız. Bəzi insanlar digər insanlara başını qarışdırmaq üçün yazı düşdü. Bəzi insanlar digər insanlara başını qarışdırmaq üçün. O ayrı mövzuydu. Aha. Orada yönəlirdi bu söhbət ki, həmin bu insanlar... Tamam, o mövzunu indi açaram burada danışarıq yəni. Tamam, o mövzunu burada danışarıq yəni. Gəlmiş ola bilər.
Tamam, o mövzunu danışarıq. Evet, danışarıq o mövzunu. Tamam, onu bura biraz bildim, biraz əlaqələndirəcəm, amma bu dəqiqə ora girməyək. Tamam mı? İndi sən deyirəm səmimiyyətdən də, yəni dostlar, tanıyırıq birimizi deyə sən danışıram. Bax, sənə görə o TikTok'dakılar bir şey eləyirlər və o pulda bir əziyyət yoxdur o qazançda. Əgər əziyyət olmadığını sayırsansa, sən TikTok'un qabağına keçib elə eləyə bilərsən. Deməli, o sənin etməyi özünə sığışdırmadığın və ya bacarmadığın bir şeylər eləyir. Razıyıq. Ona görə də əziyyət çəkmir deyə bilmərik. O özündə bir şeyləri satıb onu eləyir. Hansı ki, sən öz dəyərlərində o şeyləri satmaq istəmirsən. İzah edə bilirəm. Razıyıq. Bugün OnlyFans account olan bir insan, bir xanım milyonerdir, milyonsudur. Asan görünür. Xeyr, o elə bir mənəvi dəyərlərini satır ki, qadın cinsi nümayəndəsi hər adam onu eləyə bilməz yəni. O bir şeylərini satır deyə o pul qazanır. Ki sən heç vaxt onu eləyə bilmərsən. Bax, məsələyə biraz dürüst o yöndən yanaşaq yəni. Tamam. Biz deyirik ki, model super pul qazanır, modeldir. Tamam, sən də çılpaq get dur orada. Bacararsan? Bacarmarıq, düzdür. Ona görə qazanc demək bizdə Sovetin düşüncəsi ki, hər şey əziyyət çəkir, zəhmət. Sovetdə, o Leninin dövründə biz atılıb ki, ən zəhmətçi kimdir? Fəhlə. Fəhlə bu cəmiyyətin ən çox əziyyət çəkən insandır. Yəni, həyatda əziyyət çəkən yox, pul qazanmağı bacaran qazanır. Və həyatda lider olub öhdəliyi öz üzərinə götürən qazanır. Yəni, tamam. Bir şirkətdə ən çox əziyyət çəkən o workshopdakı işçidir. Bütün gün o tulların, yağın, mazutun içində. Salam, xoş gəlmişsiniz. Bax, burada bir dənə yerimiz var. Xanımın yanında da əyləşə bilərsiniz. Onlar da... Tamam. Ən az qazanan da olur, hə? Yox. Baxın, bəli. Yəni, fəhlə cəmiyyətdə hər zaman əzanır. Niyə? Çünki fəhlə deyirlər, bunu belə elə, o da belə eləyib və bunu sadəcə belə etməsinə beyin gərəkməyib. Sadəcə fiziki güc gərəkib. Amma bir də var ki, bütün bu işlərin başına keçən bir insan ki, o insana nə deyirlər? Neynir? Oturub stol ağzına ancaq əmr verir. Düzdür? Deyirlər ki, halva pul alır, ancaq oturur kreslosunda əmr verir, cəmaət əziyyət çəkir, işləyir, amma bütün tərif də ona gedir. Bu insan bütün bu layihənin məsuliyyətini daşıyır. Həyatın məsuliyyətini daşıya biləndə çox pul qazana bilirsən və bu heç də asan pul sayılmır. Niyə? Çünki hər hansı bir şey olsa, o şey gəlib həmin adamın boğazından yapışacaqlar. Və o məsuliyyəti öz üzərinə götürədiyi üçün o pulu qazanır və onun haqqıdır. Tamam mı? Yəni, bir işçiyə desən ki, komandada da sən də menecer olmasın, yaxşı, 2 milyonluq layihədir. Bax, bu dəqiqə bu şirkətin dəyəri 2 milyondur. Bu ayın 6 ayın tamamında bunu 2 milyon 500 minə qaldırmalısan. Gəl otur, kreslo sənindir. Neçə adam qəbul edir o kreslonu? Gəl açıqda, neçə adam o məsuliyyətin altına girə bilər ki, 6 ayda mən bu şirkətə 500 min pul qazandırmalıyam. Bu bir öhdəçilikdir və o öhdəçiliyə görə o adama o pul ödənir. Və o adam hər şey qaydasında getdiyi sürəcə kənardan elə görünür ki, rahat pul qazanır. Amma elə ki, həyatda problemlər üzləşir, o adam o çətinliyi çəkir, yəni öhdəçiliyi üzərinə götürür, məsuliyyət daşıyır, bədəl ödəyir, yəni. Tamam, şirkətdə bir işçiyə demirlər, bu şirkətdə faiz düşdüyünə görə səndən belə, yox, menecerin üstünə düşürlər hər kəs, söz də ona deyilir, yəni. Tamam, qaldı ki, digər məsələlər. Bugün həyatda hər zaman bilmişik, bu Sovetin dövründə müdür var, fəhlə var və müdür bu qazanır, fəhlə. Bunların da arasında bir mühəndis beyni olan insanlar var, vəzifədə ofis işçisi var. Bu anlayışlar olub da, fəhlə, ofis işçisi və müdür. Düzdür? Bu dövr dəyişdi. Bu dövrdə pul qazanmaq fərasətə dayanır. Bugün elə vəzifələrdə insanlar elə pullar qazanırlar ki, qıraqdan da baxın ki, mən bu qədər əziyyət çəkirəm, bu mənim 10 qatını qazanır. Bu dövrün qanunu budur. Bacarana can qurban. Tamam. Bəli, buyur. Biz deyirik, əziyyət çəkmək, bir işə əziyyət qoysan, onu bəlkə görürsən. O fərqli anlayış, əziyyət çəkmək başqa şey, əziyyət çəkmək başqa şey. Bəli. Əslində əziyyət çəkmək yox, bir üçün əziyyət çəksən, sonra içdən bezəcəksən. Sabah bir gün bu səni yoracaq.
Çünki onun əziyyət deyəndə ağla nə gəlir, o fizik əziyyət siz deyirsiniz, xətlələr falan. Bir işə zəhmət qoyanda mütləq yol nəticəsini görəcəksən. Əsas məsələ zəhmət qoymaq. Bəli, və zehni istifadə eləməkdir, yəni. Və bir insan zehni istifadə edib bu şeydən daha çox pul götürürsə, heç birimizin haqqı yoxdur ki, o insana deyək ki, bu adam halva pul qazanır, mən əziyyət. Xeyr. Yəni, bunu bir hekayədə deyim, başa düşəcək. Düşünün ki, bir dənə kənddir, bu kənddə bir dənə quyu var, o quyudan kəndə su gətirmək lazımdır. Tamam mı? 2 dənə qardaşdılar. Bunlar deyirlər ki, kənd cəmaatına, siz bizə 5 manat verin, biz sizə hər gün oradan vedrə ilə su gətirəcəyik. Tamam? Tamam. İndi 2 qardaş da hər gün o 5 manatdan hala rahat-rahat qazanırlar. O qardaşlardan biri belə baxır ki, mən bunu gətirənə kimi, elə buradan bir dənə arx çəkim, buradan bir dənə də nasos falan düzqoş eləyim, bu avtomatik gəlsin də, düzdür? Və kənd cəmaata deyir ki, bax, əsas hədəf mənim sizə su gətirməyim deyil, mən sizə su gətirəcəm, amma vedrəni yox, başqa bir yolla. Amma siz mənə 5 manatı ödəməyə davam edəcəksiniz, tutaq ki. Kənd cəmaatınca bir fərq dəyişir, dəyişmir. Onlara su lazımdır, qiyməti 5 manat. İndi qardaşlardan birinə bu öbürü qardaşa deyir, yox, nəyimə lazım bunları eləməyə, mən elə daşıyaram. Və bu qardaş nə edir? Biraz pul qoyur, arxı çəkir, nasos işləyir, su hər gün vurur kəndə, o da oturur yerində belə, hər gün ona 5 manatlar gəlir. İndi bu halva pul qazanmış oldu. Zehnin qoyub və zəhmət qoyub, o artıq digər insanlardan bir addım qabağı görə bilib, yəni. Tamam mı? Bugün biz investorlara, səhmdarlara, hansı ki qiymətli kağızlar alırlar, satırlar, borsada şey deyirlər. Biz onlara deyirik ki, xeyr, o sənin eləmədiyin risklər eləyir. Böyük pullar qoyur, böyük pullar götürür, bəzən qazanır, bəzən uduzur və onun pulu biz deyə bilmərək ki, halva pul qazanır, yəni. Tamam mı? Ümumi də onadır ki, bəzi insanlar bəzi yollarla pul qazanırsa, o yolun bir bədəli var. O bədəli ödədiyi üçün o pulu qazanır. Heç bir qazanc bədəlsiz deyil. Və ya kimsə rüşvətlə qazanır, kimsə yolsuzluqla qazanır, kimsə sən bunları edə bilərsənmi? Yox, deməli, onun bədəli odur. Yəni, o bədəli ödədiyi üçün o pulları qazana bilir. Bir növ kapitalizmin yaratdığı ideologiyadır. İdeologiyadır, yəni. Sən 3000 manatı qazanmaq üçün bir ayda nə işlər görməsə, bir adam birinə narkotik satır, 3000 manatı qoyur cibinə. İndi, tamam, onun bir bədəli var da, o hər an türməyə girə bilər. O hər an tutula bilər. Onun gələcəyi yox. Bilirsən ki, bu bir yerdə. Amma sənsə başını salıb halallıqla qazanırsan. Amma halallıqla qazanın bədəli budur. Halalsızlıqla qazanmanın da bədəli odur, yəni. Belə bir şey də var da. Nə qədər özünü inkişaf etdirmiş, kitablar oxuyan insanlar var ki, heç bir şey etməyən, sadəcə OnlyFans dediyimiz kimi həyatını yaşayan insanlardan daha hörmətsiz və daha həyat şərtləri zəif yaşayırlar. Bəli. Bax, bu dediyim kapitalizmin şeyi budur və kapitalizmdə bir dənə qayda var. Əgər sən mənə deyirsən ki, mən belə ağıllıyam, niyə cibində pul yoxdur? Tamam. Düşünün ki, burada 2 dənə adam girdi içəri, biri 200 manatlıq kostyum geyinib, biraz geyilməkdən də süzülüb falan olub və əynində, biri isə 2000'lik kostyum alında şak oturub şey kimi, hansına hörmətlə yanaşacaqsın? Ki, açıq danışaq. Birinci geyiminə görə hörmət edəcək. Halbuki indi mən sən deyim, onlar kimdir? Onun biri professordur universitetdə. Maaşına görə ailə saxlamalıdır. Özünə ildə bir dənə kostyum ala bilir. Hər gün də stulda oturmaqdan kostyumu yeyilib. O birisi isə alverçidir. Rusiyada mal vurur. Qandığı qrafa yox da. Bir fabrikdə mal vurur, pul gəlir, gedir. Özünə yeyib 2000'lik. Amma sən kimə hörmət edirsən? O şık kimi görünənə. Bizim yaşadığımız cəmiyyətdə o belə. Hər halda dünyada deyil. Bunun digərinə hörmət olan insanlar olan bir cəmiyyətdə var. Dəyişmir. Təəssüf ki. Yəni tanıyıram, adam tanıyıram, xozudur, yəni qandı qrafa yoxdur. Fürsət düşüb 5 dənə mənzil alıb atıb altına, indi hərəsindən 500 kirayadan pul yığır, özü üçün yaşayır. Tamam mı? Amma bilmirəm. Mən intellektual adamam, mən bir firmada işləyirəm, mənə 1000 manat maaş verirlər. Budur. Mən belə şeylərin normal baxmağa əlveriyəm. Aha. Çünki nə qədər belə şey normal baxsaq ki, onun haqqı bilirsə, düz deyirsiniz. Biz hamına razıyam, deyirsiniz və insana fərq edir. Aha. Amma sırf dəyərsiz, insana bir fayda verir, dəyərsiz şeylərə biz dəyər verir. Yüksəltdikcə, digər dəyərli olanlar artıq aşağı düşür. Misal üçün, hamı ona qatılaq digər şeylərini deməyəm. Siz
ki, ağlı varsa niyə pul qazanır? Biz onunla mən razı deyiləm. Çünki ağlı çox olub da ağılsızlardan daha zəif yaşayan, az qazananlar var. Bəli. Ağılsızlar daha çox. Bəli. Ağılla... Niyə? Çünki sistemin gedişatına uyum sağlamır. Hələ də o əvvəlki ideologiyasında qalır ki, mən bu çəkdiyim əziyyətə görə haqqımı almalıyam. Həmin o insanlara görə də mən belə düşünürəm. Digər insanlar daha çox qazanır. Misal üçün, çox müəllimlər var ki, müəllimlər var ki, gedir sırf dağda dərs dili falan. Düzdür, öz çıxarlarda var. Bəli. Amma bir növ oradakı uşaqları yetişdirirlər. Bu adam buradakilərdən daha az maaş alır. Amma bunun ideologiyasındadır. Sırf ağlım var, ağlıdır. Amma gedir sırf başqalarına kimlərsə bir fayda vermək üçün gedir. Ağlı və məmnuniyyəti olan nəsə öyrənir. Onun üçün çox insanlar var ki, başqalarına nəsə öyrənir. Amma ona qoyulan hörmət, buna qoyulur. Və bu da düşünürəm ki, cəmiyyətin batması gedib çıxarır. İndi ki, bir dənə həyata, bir dənə opşit çıxaq bir kənar pəncərədən baxaq həyata, o dediyiniz mövzunu gətirin, bunu bir-birinə bağlayaq. Yəni, dostlar, həyat sistemi necə qurulub? Yəni, həyatda, dünyada 3 dənə təbəqə var, tamam mı? Birinci təbəqə sürünənlərdir, heç kim də bunu inciməsin, yəni özümdə də var. Sürünənlər təbəqəsi var. Bu sürünənlərin arasından başını çıxartmış olanlar var, bir də bu dünyanın sahibləri var, tamam mı? Və bu dünyanın sahibləri, onlar ayrı bir, bu dünyanın içində ayrı bir dünyada yaşayırlar. Biz onları heç vaxt görmürük. Yunus bəyin keçən dəfə bir sualı oldu ki, biz gedib belə kiçik bir biznes qurmuş, oradan-buradan ayaqda duran bir adamın təlimindən o biznesməni dinləyirik, amma dünyada milyonlar qazanan biznesmenlər var. Biz niyə gedib onlardan öyrənə bilmirik? Sual bu idi, yadınızdadır? Salam, xoş gəlmisiniz. Salamlar, xoş gəlmisiniz. Gəlin, bir yerlərə yerləşin. Stul varsa stul çəkin qabağınıza. Tamam. Qabaqlarımız biraz boş görün, eyb yox. Tamam. Elə buranı boş görürkən almaya görürsün. Tamam. Deyirdi ki, bir də təkrar edirəm. Yəni bu dünya necə çarx, necə fırlanır, dostlar. Bir bu dünyanın sahibləri var, bir də sürünənlər var, bir də bunlardan baş çıxardıb özünə bir başını girləmiş olanlar var. İndi baxın, bu sahibləri bir sistem qurub ki, bu dünya çarxı fırlansın. Bax bu iqtisadiyyat, cəmiyyət fırlansın. Və bizlər nə üçün yetişdirilirik? Bizlər hər birimizə deyirlər ki, məktəbdə bir ixtisas sahibi olmalısan və bizi buna necə satılır? Bizə o satılır ki, özün üçün. Yəni, ixtisas sahibi ol ki, bir ailən olsun, pul qazan falan falan. Amma əslinə qalsa, hər bir insan məktəb heç kəsə nə milyonçu olmağı öyrətmir, nə öz işinin sahibi olmağı öyrətmir. Məktəb sistemi, təhsil sistemi hər kəsə bir ixtisas öyrənib, o ixtisasda bir pul qazanmağı öyrədir. Budur, təhsil sistemi bizi buna yetişdirir. Bizim valideynlərimiz də bundan alır, onlar da o düşüncədə olur, tamam mı? İndi bizim hər birimizə deyirik ki, bir peşə sahibi olmalısan. Hər birimizə bunda öyrənirik, gəlirik. Niyə? O çarxı fırlatmaq üçün. Və hər birimiz o çarxın bir hissəsində quzu balası kimi başımızı salıb o peşərə öz üzərinə düşən peşəni eləyəndə çarx fırlanırmı? Fırlanır. Və yaxşı, bu fırlanmış çarxda kimlər yaşayır? Dediyim kimi, o sahiblər. Tamam mı? Və sən o sahibləri görmürsən. Bir də bu çarxın içində bəzi peşələr var ki, o peşələrdə normal standart gəlirdən biraz 200 qat artıq qazanırsan. Və artıq qazananda özü bir iş qura bilirsən, bir məsəl üçün ev ala bilirsən, maşın ala bilirsən. Aramızda bu orta level var. Düzdür? Onlar nədir? Zəhmət çəkilə, biraz intellekt, biraz zehni, biraz əziyyət çəkib bir ev, maşın, ailə, biraz özümü yaşaya bildim yəni. Düzdür? Qaldı ki, biz kimdən öyrənə bilərik? Təəssüflə deyirəm. O sahiblər ki, bu dünyanın sahibləri, sən onları heç vaxt nə qəbuluna düşə bilirsən, nə də onları üzün görə bilərsən, nə də onlardan bir şey öyrənə bilmərsən. Sən elə öyrənəcəyin adam kimlərdir? Bax, biraz bu cəmiyyətdə özünü tutmuş, ayaqüstə dura bilən, səhnəyə çıxıb mən iş adamıyam, uğurlu adamam deyən, onlardan öyrənə bilərsən. Onlardan o tərəfəsi yoxdur. Buraya həmfikirik dostlar? İndi tamam. Yaxşı. Bu sahiblərin bir dənə dərdi var. Bax, ən böyük dərd, bütün cəmiyyət, insanlıq boyu bir dənə dərdləri var ki, biz necə eləyək ki, bu çarx fırlansın. Bu çarx fırlanması üçün bu adamlar, hamımız quzu balası kimi hərə öz üzərinə düşəni eləməlidir ki, bu çarx fırlansın. İqtisadiyyat, cəmiyyət getsin yəni. Tamam? Yəni, heç kəs özündən bir Amerika açmamalıdır. Sənin işin nədir? Başı sahib o işdə işləməlisən, quzu balası kimi. Düzdür? Yaxşı. Bu insanların başını salıb işləməsi üçün də nə lazımdır?
bunlar düşünməməlidirlər. Düşünməyə başlamalıdırlar. Düşünmək olmaz. Yəni elə ki düşünməyə başladın, ilk sualı verirsən ki özünə. Deyir ona bir dəqiqə nədir? Burada bir dənə nəsə yolunda getmir. Yolunda getməyən nədir? Yolunda getməyən odur ki, sənə məktəbdə deyirlər ki, dərsini oxu, yaxşı olacaq. Nə olacaq? İnstituta girəcəksən. Sonra gəlib instituta girirsən, sənə deyirlər ki, dərslərdən al, yaxşı olacaq. Nə olacaq? Qəşəng iş yerdə işləyəcəksən. Super, onu da quzu balası kimi elədin. Ondan sonra qəşəng yerə gəlib işə düzəldin. Sənə nə qədər maaş verirlər? Hə, dürüstcəsinə. 500, 1000, 1500. Və bu sistem, baxın, mən Azərbaycandan danışmıram. Bu sistem ümumi dünyaya, hər kəsə aiddir. Yəni, dünyadakı hər bir insana və burada yaşayanlara. Bu 1000 manat rəqəm hardan çıxdı, hardan gəlir belə, o civarda bir rəqəm. Bu elə bir rəqəmdir ki, bu sənə belə vota-vot çatsın, belə ucunda sənin həyat ehtiyaclarına çatsın, bəs eləsin. Razıyıq? Yəni, elə bir rəqəmdir ki, sən sadəcə yaşamağıva kifayət eləsin. Belə artıq mən yaşayıram, həyatım oturaqlaşıb, mən bu həyatı bir analiz edeyim, bir düşünüm, buna olmaz. Ancaq nə düşünməlisən? Növbəti aya neyiniz? Ehtiyaclarını necə qarşılayım? Düzdür? Və sistem də elə qurulub ki, biraz da ehtiyacın artan kimi nə olur? Həyat sənə nə deyir? Gəl filan şeyi kreditə verirəm sənə. Gəl filan şeyi, gəl bunu. Niyə o maşını sürsən? Bu maşını sür. Niyə o evdə qal? Belə evdə qal. Daim sənin gəlirin artdıqca sistemdə o gəliri səndən alacaq rəngarəng şeylər var bu həyatda. Razıyıq burasında? Tamam mı? İndi yenə də gəlirik ora. Birinci deməli, harada bu rəqəm hər yanda elədir. Avropada da, Amerikada da, Avrasiyada da, hər yanda bu rəqəm iş həyatına başlayan kimi sənə elə bir rəqəm verirlər ki, sən elə buralarda fırlana biləsən. Və salam, qalan bir şeyə ehtiyacı çatmır. Doğrudan da özünə o dərəcədə deyə bilərsin ki, mən də o pul qazana bilərəm ki, ildə bir dəfə ailəvi yanva alıb, Biləcəridən o tərəfə keçib, bir ölkədə, bir oteldə bir həftə dincələ biləsən. Bircə həftə, belə rahat dincəldim, pulu qoydum, xərclədim, çıxdım, gəldim. Neçə ailə belə yaşaya bilir? Gəl dürüst danışıq yəni. Tamam, yəni bütün sistem onun üzərinə qurulub ki, sən quzu balası olasan, ağıllı bala işə başlayanda 500 manat, biraz da özünü ağıllı apardın, oldu 1000 manat, biraz da keçdi 1500-2000. Buralarda füsyo və salam yəni. Tamam mı? Sən bu həyatda 5000 qazanmaq üçün sən olmalısan menecer. Menecer olmaq üçün də sən həyatını satmalısan. Bu nə deməkdir? Sən gündə 8 saat yox, 24 saat işləyəcəksən. Gecə də, gündüz də bütün biznesin dərdini çəkəcəksiniz. Niyə? O ownerlər yaşasın deyə, onların səhmləri qalxsın deyə, onlarda şirkətin səhmi qəşəng qiyməti olsun deyə. Bundan da razıyıq? Tamam. İndi yaxşı, idarə etməni necə eləməli ki, bu insanlar başlıca quzu balası olsun? Bunların diqqətlərini bir yerdə saxlamaq lazımdır. Yunus bəy, gəlir desin dediyinizə, niyə bəzi adamlara bu cəmiyyət çox pul qoyur? Bu cəmiyyətdə o insanlara çox pul verirlər ki, o insan yüzlərlə, minlərlə, 100 minlərlə bir insanı bir nöqtəyə fokuslaya bilsinlər. Tamam mı? Bu insana verilən pulun limiti yoxdur. Niyə? Çünki bu insan 100 minlərlə bir insanın başını qata bilir. Düşünmür həmin insan. Və buna misal göstərir. Kimə verirlər o milyonları? Misal üçün Messiyə. Tamam? Niyə Messinin peşəsi sənin bu əziyyətli peşəndən 100 milyonlar dəfə çox qazanclıdır? Təsəvvür et, sən işləyirsən 5000 alırsan, o işləyir 100 milyon alır. Razıyıq? Niyə? Çünki sən, sualın budur, bu iş peşəni görməyini, həyatda neçə insanı özünə fokuslaya bilirsən? Belə də oil fielddə tutaq ki, işlər geçsin də, onun bir parçasısan. Amma Messi bir dənə 90 dəqiqə bütün insanları yalnız özünü düşündürtdürür. Tamam, heç kim, heç nə düşünmür. Oturursan o 90 dəqiqə Messiyə baxırsan. Ona görə o Messiyə o 100 milyonu verirlər. Tamam mı? Ona görə bir müğənni gəlir 100 milyonlarla, Fatimə xanım. Bir müğənni gəlir 100 milyonlar qazanır. Niyə? Çünki o müğənni bir konsertə çıxanda bütün insanlar ona fokuslanır. Çarx budur. Aydındır? İndi gəldiniz ki, bəzi insan OnlyFans'da milyoner olur. Niyə? Milyon dənə insanı o insan özünə kilitləyə bilir o saat ərzində. Kilitləyə bilirmi? Kilitləyir. Başların qatır həmin adamların. Qatır. O insanların pulu limitsizdir yəni.